Hüseyni sevən Allah sevir. Baxıram, görürəm ki, oturub bunu təftiş edir. Bir nəfər var, tanıyırsanız. Necə? Hüseyni sevən Allah sevir. Sənin dərdin nədir? Sən niyə görə eşq adı gələndə əsəbləşirsən? Yox, bu hardan çıxdı bu söz? Quranda yoxdur bu söz. Elə bir ki, bütün sözlər Quranda olmalıdır, bütün sözlər. Quranda deyil, bu söz yoxdur. Məhz sevgi adı gəlir əsəbləşir. Bilirsiniz, insan görün, nə qədər biçarə olsun ki, sevgi adından əsəbləşsin. Bəli, Hüseyni sevən Allah sevir. Hüseynin eşqi Allah sevgisinin meyarıdır, ölçüsüdür. Şəhid analarına baxın, şəhid ailələrində baxın. Mən çox görüşürəm də, Allah mənə nəsib elədi bu günlər ərzində, bu illər ərzində şəhid ailələri ilə təmasda oldum. Görürsən ki, bax, o eşqi ötürə biliblər övladlarına. Eşqi, məhəbbəti ötürə biliblər. Elə bugün deyirdi şəhid anası, hamınız da gördünüz, deyir, mənim təsəllim budur ki, mənim oğlum İmam Hüseynin yanına gedir. Bundan sonra deyir, məni bəziləri qınıyır ki, sən heç bir narahat deyilsən. Deyirəm, necə narahat deyiləm, övladım gedib, amma eyni zamanda da şadam mən. Şadam ki, indi oğlum Həzrət Əbəlfəzə qonaqdır, İmam Hüseynə qonaqdır. Bu bir ana üçün xoşbəxtlik idi.